Bölmə 2. Dinləmə mətni 6. Emin tarix fənnini çox sevən bir gənc idi. Uşaqlıqdan bəri müharibələr, qəhrəmanlar və döyüşlər haqqında düşünürdü. Bir gün özünün də tarixdə iz qoyacağına inanırdı. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayanda Emin qərara gəldi ki, mütləq cəbhəyə yollansın. Onun üçün vətən hər şey demək idi. Cəbhə xəttinə gələr-gəlməz bir neçə düşmən postunun məhv edilməsində yaxından iştirak etdi. Bir çox əskər və hərbçiləri təhlükədən xilas edərək düşmən səngərinə ilk girənlərdən oldu. Cəsarətlə zəfərə qədər irəlilədi. Müharibə bitdikdən sonra isə Emin bütün yaşadıqlarını qələmə almağa başladı. Döyüş yoldaşları ilə olan xatirələrini, şəhid olan dostlarını, düşmənə qarşı olan nifrətini, hər şeyi, bu yazdıqlarını bir kitab şəklində çap etdirməyə də nail oldu. Kitaba belə bir ad verdi: Tarix yazan qəhrəmanlar.